Bağışlayın, bir dənə bizim şəklimizi çəkə bilərsiniz? Yox. Gözəl ay, gözəl. Yaz. Plus 994 0. Siz də işə düzəlməyə gəlmisiniz? Yox. Şalvar almışam, balağını kəstirəcəm. Salam. Salam. Çox üzr istəyirəm, vaxtınızı çox almayaq, amma biz hicablı xanımlar işə götürmürük. Niyə? Bu dini ayrı seçkilik deyil, sadəcə şirkətin şərtləri belədir. Bəs bunu hardasa yazardınız da. CV-mi görməmişdiniz. Axı mən evdə körpə uşaq qoyub gəlmişdim. Üzürlü sayın. Salam. Salam, xoş gəlmisiniz. Mənim bu sahədə işləyən, öz işini bilən çox HR dostum var. Amma siz isə təzə bir şeysiniz. Ona görə sizə 4 məsləhət verəcəm. 1. Yalan danışmayın. İnsanlara sizə zəng edəcəyik deyib, onlara ümid verirsiniz. Bu iş kimisə son çıxış yolu ola bilər. 2. İstər müsəlman olsun, istər ateist. Kiməsə inancına görə münasibət göstərmək mundarlıqdır. Bir də heç kəsin CV-sini zibil qabına ata bilməzsiniz. Orada onun şəxsi məlumatları var. 3. Siz çalışın bir-birinizlə ailə qurmayın. Çünki sizdən yaranan nəsil təkamül prosesini geri apara bilər. 4. Mən zəng eləməyim. Salam Adil bəy, hesab Eltondan gündə 20 manatdan pul yığırıq. Mənim Eltondan zəhləm gedir, ona görə pul zad verməyəcəm. Deyərsin, mənim stoluma tort zad qoymaz. Müəllim ürəyiniz başqa nəsə bir şey istəyir. Cızbız. Bizdə cızbız olmur. Onda belə ağıllı suallar verir. Nə olub xala? Səhər tezdən yerləri silirdim. Sizin müdürünüz əlində telefon gəldi. Ayağı sürüşdü, az qaldı yıxılsın. Ağzına gələni mənə dedi, 60 yaşım var. 6 qram ağlın yoxdur. Ona görə də xadiməsindən başqa əlindən bir iş gəlmir. Oğlum eşitsə, qan düşər. Xala, bir dəqiqə bunu saxla. Hadi. İçək... Zəhmət olmasa bir dənə A4 kağızı verərdi sizə. Mən mühafizə orqanlarına... Mən imzanı özüm atıram, siz zəhmət olmasa işdən çıxmaqla bağlı ərizəni yazarsınız. Hörmətli həmkarlar, bugün məndən asılı olmayan səbəblərə görə işdən ayrılmağa məcburum. Sonda sizə demək istəyirəm ki, hamınızdan zəhləm gedir. Mənə heç vaxt zəng eləməyin, heç vaxt yazmayın. Ümid edirəm sizi heç vaxt heç yerdə bir də görməyəcəm. Dayıya salam verirsin. Çox sağ ol, ay oğul. Sən sağ ol, xala. Xala, çayı sən dəmləmsən? Hə, bana. Dəmləyə bilmirsən.